Kibernetika və informatika problemləri 4-cü beynəlxalq konferans işini bugün də davam etdirib. Konferansda informasiya kommunikasiya texnologiyaları, intellektual texnologiyalar və sistemlər, seismik cihazlar, idarəetmə və optimallaşdırma, modelləşdirmə mövzularında müzakirələr aparılır. Çıxış edən alimlər məruzələrində bildirdilər ki, kibernetika və informatikanın əsas problemləri həll edilmədən bu sahədə innovativ inkişafa nail olmaq mümkün deyil. Bakü'de olmaktan çok memnuniyet duyuyorum. Bu konferans IEEE temsilcisi olduğum Institute of Electric Electronic Engineers için çok önemlidir. Ve bu konferansa teknik sponsor olmaktan IEEE çok memnun. Çok önemli katkıları olacak bilim dünyasına. Elmi tədbir əməkdaşlıq əlaqələrinə də öz töhfəsini verəcək. Bu isə öz növbəsində kibernetika və informatika sahəsində innovativ inkişafın əldə olması baxımından mühüm şərtdir. Burada təşkil olunan konferansı yüksək dəyərləndirirəm. Mənim üçün Azərbaycan alimlərinin məruzələri, araşdırmaları çox böyük əhəmiyyət kəsb etdi. Yalnız sizin ölkə üçün deyil, bütün dünya üçün vacib araşdırmalardır. Tədbir ümumiyyətlə çox yüksək səviyyədə təşkil olunub. Kibernetika və informatika problemləri 4-cü beynəlxalq konferansda dünyanın aparıcı ölkələrindən 40-dan çox alim mütəxəssis iştirak edir. Sabah da davam edəcək beynəlxalq tədbirdə ümumilikdə 250-dən çox məruzə dinləniləcək. Elşad Həsənli, Elçin Tağıyev, Sələyib qızı, Xəbərlər.